Çox maraqlıdır ki, tez elə bir insan neqativə köklənir. 100 uğuru var, deyə bilmir ki, mən uğurluyam. 2 dənə uğursuz bir addımına görə, məsələn, artıq uğursuzam, imzanı çəkdi. Nəticəni çəkdi, Rövşən müəllim demiş. Bu böyük bir bəladır ya. Həqiqətən də mən özüm görüşlərdə də bunu görmüşəm Rövşən müəllim. O insanlar ki, məsələn, görmüşəm məyus olub, kökünə sual vermişəm də, yəni ilk bir o deyir, düzgün kökü tapılmadığı təqdirdə cavab da vermək yanlışdır. Tez cavaba köklənmək olmaz axı qarşı tərəfinə. Sual versən, görsən, 1-2 həyatda olan uğursuzluq, təsəvvür edin ki, artıq nəticə alıb. Mən bacarıqsızam, mən heç nə. Bir də, razısızsa, Rövşən müəllim, ətraf mühitin də burada mühüm təsiri var. Rolu var. Rolu var. İstər ailə, istər müəllim də qeyd etdiniz bəzi vaxtlar, ya şagirdlər, dostlar və s. Görürsünüz, bəzi vaxtlar bir şeyi bir nəfər, 2 nəfər, 3 nəfər deyəndə artıq insanda bir də maraqlı bir şey də deyib, belədir. Bəli. Yəni, dəlilə söykənmir. 2-3 dəfə deyildikdən sonra deyir ki, bu belədir. Axı biz dəlillə yaşamalıyıq, sübutla yaşamalıyıq. Mən beləyəm yoxsa yox. Lap 100 nəfər deyir. Mən belə deyirəmsə, belə deyirəm. Biz niyə hədis yadıma düşdü? Məsumlardan biri deyir, əlindəki dürdüsə, bütün aləm yığışıb, bu dür deyilsə, narahat olma, bu dürdür də. Yox, o dür deyilsə, bütün aləm yığışıb, dürdür, bila dür deyil. Yəni, həqiqətən də, bunun əslində kökündə nə yatır? Rasionallıq yatır da. Yəni, sən niyə dəlillə söykünə bilmirsən ki? Sənin əqlivin ehtiyacı dəlil sübut deyilmi? 100 nəfər də yığışsa belə. Hətta bu mövzunu biraz bir pilədə gətirək yuxarı. Deyəsən, Əmmara deyir Peyğəmbər ki, hamı bu tərəfə getsin, görsən Əli bu tərəfə gedir, getdi arxasıcanda. Yəni, sən niyə narahat olursan ki? Sən dəlillə, sübutla yaşamırsan mı məgər? Çox maraqlıdır ki, bir də istəyərdim bunu deyim, elə sizin söhbət əsnasında ki, adam ki, məsələn, mən bir addım atdım, bir uğur qazanmadım bir hadisədə, tez onu ballaşdırmaq, yəni qaldırmaq yuxarı səviyyə ki, mən bacarıqsızam. Birinci bunu silmək. Bir də niyə bunu bacarmadım? Bunu bir üzərində danışmaq, düşünmək, elə bilən məsələlərin çox hissəsini həll etmiş olarıq.